Suraxanada 8 noyabr Zəfər gününə həsr olunmuş tədbir keçirilib. Suraxanada Konstitusiya və suverenlik ili çərçivəsində şanlı tariximizin ən şərəfli və qürurverici səhifələrinə həkk olunmuş 8 noyabr Zəfər gününün 5-ci il dönümü münasibətilə Zəfər bayrağına düzülən adlı vətənpərvərlik tədbiri keçirilib. Suraxanı rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında baş tutan tədbirdə rayon icra hakimiyyətinin başçısı Adil Əliyev, şəhidlərimizin ailə üzvləri və qazilər, müharibə veteranları, Milli Məclisin deputatı Afət Həsənova, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyəti başçısının müavinləri, Azərbaycan Fotoqrafları Birliyinin sədri Amira Süleyman, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları tərəfindən öncə ümummilli lider Heydər Əliyevin büstü ziyarət edilib, önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib. Daha sonra Mədəniyyət Nazirliyinin və Azərbaycan Fotoqraflar Birliyinin təşkilatçılığı ilə keçirilən Zəfərin Ruhu adlı fotosərgiyə baxış keçirilib. Qeyd edək ki, sərgidə nümayiş olunan əsərlər Azərbaycan ordusunun şücaətini, xalqımıza bəxş etdiyi əbədi zəfər ruhunu, həmçinin işğaldan azad edilmiş torpaqlarımızda aparılan böyük quruculuq və dirçəliş prosesini, o cümlədən Qarabağ təbiətinin füsunkar gözəlliklərini rəssam və fotoqrafların gözü ilə əks etdirir. Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, Müharibə və Silahlı Qüvvələr veteranı Polkovnik Abdullah Qurbaninin ssenarisi və rejissorluğu ilə hazırlanmış Zəfər bayrağına düzülən adlı vətənpərvərlik tədbiri Vətən müharibəsi günlərində Şuşa şəhərinə sancılan və qələbəmizin rəmzinə çevrilən Zəfər bayrağının fəxri qaravulun müşayiəti ilə təntənəli şəkildə zala gətirilməsi ilə başlanıb. Bakı Bələdiyyə Teatrının aktyorları 2020-ci il 20 sentyabrda başlanan müqəddəs savaşın tarixindən söhbət açıb. Ulu öndər Heydər Əliyevin zəkasının işığında Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılmış şanlı qələbədən bəhs edən kompozisiyalarla çıxış ediblər. Eləcə də müharibə dövründəki hərbi əməliyyatlardan görüntülər nümayiş etdirilib. Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblı və solistlər zəfərimizi tərənnüm edən mahnılarla, xoreografik kompozisiyalarla çıxış ediblər. Vətənpərvərlik ifalarının mahir ifaçısı, xalq artisti Mübariz Tağıyevin ifası da böyük coşku ilə qarşılanıb. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək Zəfər gününün 5-ci il dönümü münasibətilə şəhid ailələrini, qaziləri, müharibə iştirakçılarını təbrik edib və Zəfər bayrağımızın heç zaman enməyəcəyini, bu bayrağın daim tarixi torpaqlarımızda əzəmətlə dalğalanacağını qürur və əminliklə vurğulayıb. O bildirib ki, bu günümüzün uğurlarının zirvəsində dayanan tarixi zəfərimiz Azərbaycanın ulu öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi gündən başladığı inkişaf yolunun təqdimatıdır. Bu yol Azərbaycan xalqının torpaq həsrətinə son qoydu. Azərbaycan bu illər ərzində torpaqlarımızın işğaldan azad edilməsi üçün hazırlıq işləri apardı və istəyinə nail oldu. Bugün böyük qürur hissi ilə qeyd edirik ki, ümummilli lider Heydər Əliyev adını tarixə müstəqilliyimizin, Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdılar.